topalardan ən çox sayda çubuğa malik olanını əmələ gətirən çubuqların nömrələri cəminin topalardan ən az sayda çubuğa malik olanını əmələ gətirən çubuqların nömrələri cəminə nisbətini tapın. Məsələ bundan ibarətdir ki, çubuqlar özləri bir dəstə əmələ gətirir. Məsələn, 1 nömrəli çubuq gedib birləşir 9 nömrəli çubuğa. 9 nömrəli çubuqdan başlayan xətt gedib birləşir 4 nömrəli çubuğa. 4 nömrəlidən başlayan varmı? Bəli. Gedir hara? 12-yə. 12-dən başlayan var? Bəli. Gəlir 8-ə. 8-dən başlayan varmı? Bəli. Gedir hara? 11-ə. 11-dən başlayan varmı? Bəli. Gəlir 2-yə. 2-dən başlayan varmı? Bəli. Gəlir 5-ə. 5-dən başlayan varmı? Bəli. Gəlir 1-ə. Əgər 1-dən başlamışdımsa və 1-ə qayıdıb çatmışamsa, demək ki, eyni çubuğa çatmışam və o çubuğu yenidən yazmağa ehtiyac yoxdur. Bu bir dəstə əmələ gətirib. Bu dəstənin içərisində məsələn 2 yoxdur. Daha doğrusu var, 3 yoxdur. 3 başqa bir dəstənin içərisindəymiş. Məsələn, 3 ilə başlasaq. 3 özünə birləşdirir 10 nömrəli çubuğu. 10 nömrəli çubuq özünə birləşdirir xətt ilə 7 nömrəli çubuğu. 7 nömrəli çubuqdan başlasaq, 7 nömrəli çubuq 6 nömrəli çubuğu özünə birləşdirir. 6 nömrəli çubuqdan başlasaq, bu 3-ə gəlib çatacaqsa, demək ki, eyni çubuğa gəldi. Yəni, burada təkrar oldusa, dayanırsınız. Çubuqların nömrələri cəminin 52 budur, 26 budur. Bunların nisbətini tapın deyirsə, 52 bölünsün 26 bizə verəcək 2.